Yaxşı oğul, yaxşı ata naxşıdır. Bir sevinci min kədərdən yaxşıdır. Bu dünyada yaxşılardan yaxşıdır. Yaxşı oğul, yaxşı ata yerində. İstiqamətini müəyyənləşdirən, həyatı bilən, dostluğu, ünsiyyəti bilən, el-oba təsir bilən, millət təsir bilən, özünü tanıyan oğlu yetirmək çox çətindir. Gövçənin o bəzəkli, gözəl, o əndazıya çıxan forması ilə buradan. Həqiqətən elədir, ha. Bu məsələdə İlqar müəllimin zövqünün, qəlbinin, yaxınlığının, oxşamağının məsələsidir. Yəni, Göyçək və real Göyçə buradandır dəqiqə. Ona görə istiqamınızı çox böyük səmiyyətlə salamlayıram. Allahdan arzum budur ki, həmişə görüşdüyümüz məclislər ən azı bu amallıq olsun. Əlbəttə ki, bölünərim, qardaşımız İlqar müəllimin oğlunun əsgərlikdən gəlməsini biz ona göz aydınlığı vermək üçün yığılmışıq bura. Əvvəlcə qaytararla başda olmaqla bütün ailə əzblərinizin hamısını mən səmimiyyətlə təbrik edirəm. Allaha çox şükür edirəm ki, balamızın əsgərlik çəkdiyi dövr Azərbaycanın barışsız bir dövrünə gəldi. Düşür və bundan sonra da ki, inşallah ki, həmişə belə olsun. Allaha çox şükür ki, qalib bir vətənin əsgəri kimi xidmət elədi. Bu halda hamımızı göz aydınlığı düşür və bundan sonraki övladlarımız həmişə qoy bir əsgərlik xidmətində dünyada olan bütün missiyalarını qoy bax belə qürurla yaşasınlar. Mən nə görmüşəm? Əcəl bizim kəndimizin soyutluğu biri idi. Yaxınlığımız bir olub da həmişə bu Nərman ilə Qaraqoyunun çox qaynıq qarşılaşıq. Amma məqsud demək istəyirəm ki, İlqar müəllimin böyüdüyü bir ailə, bu Qaytaran nümayəndəsi, əmin gilindən sonra da qapı qonşudular. Bu sadəcə bir məddəhlıq deyil. Qonşuluğa, insanlığa, gerçək irtibata, səmimiyyətə aid nə varsa hamısı bunlardan var. Adamı nə vaxt tanıyarlar, bir xeyirdə tanıyarlar, bir şərdə tanıyarlar. Mən bu ailənin ümumiyyətcə o mənəvi keyfiyyətlərinə çox məftun olmuşam. İllər bundan qabaq. Çünki niyə görə əmginlə qonşular, o qonşuluq münasibətlərinə özmüşəm. Və sonra da həyat belə gətirdi ki, qardaşımız İlqar müəllimlə bizim dostumuz, qardaşımız hamımız belə formalaşdı. Və bugün də mən bilirəm ki, buraya gələnlərin hamısı o qəlbinin, ürəyinin ən dərin hərarətini götürüb buraya gəlir. Çünki o bu məclisə bizim münasibətimiz həm də İlqara olan münasibətimizdir. Əskər də şövqə gəlib oxuyur. Peykanların kipriklərin sinəmizdə toxuyur. Həm də bundan qızıl güllər qoxuyur. Mən ölümdən nəzərə gələn qoyma dağılmağa dara zülfləri.